ayda bir 40 dəfə, 50 dəfə ağrıyırdı başım. İndiki kəsifdə yəni. Bir ayda 40 dəfə? Bəlkə də yəni çox. 30-dan çox ağrıyırdı. Hə, çox. Bəlkə də çox. Ayın içində neçə dəfə ağrınız olub? Bir ayın içində? Bu dərman içəndən sonra bir ayda patoloq 3 dəfə, 2 dəfə. Bir ayda 2 dəfə. O birisi ayda heç olmamışdı. Hə, ondan qabaqki ayda da olmamışdı. Bu ayda olub 2 dəfə, 3 dəfə. Hə, bir 2 aydan sonra gəl demişdik, siz biraz gec gəldiniz. Elə ağrı da olmur özdə. Əcdən elə belə ötərgi bir ağrı olur, o da ötüb gedir. Ömrün uzun olsun, yəni sizdən o qədər dünyalar qədər razıyıq. Allah canınıza sağlıq versin, ömrünüz uzun olsun. Dövlətimiz də sağ olsun ki, sizi kimi həkimləri belə oxudub, ortaya çıxardıb, yəni insanların tələbatın işini ödəyirsiniz. Sağ olun, ömrün uzun olsun, qabağında ölüm. Çox sağ olun. İndi gör, hə. Allah kömək olsun. Yəni razıyıq ki, gəlmişik. Hə, çox razıyıq. Sizin o dediyiniz o bir ayda 30 dəfədən çox 40-50 dediniz. Tipli ağrının indi ayda 2 dəfəyə düşməsi özü çox böyük bir əsas. Onun özü də lap azca, indi lap az ağrıyır. Bəyək çox ağrıyırdı elə 5 saniyə, tutanda. 3 saniyə bir İndi 5 saniyə tutduğunla özüm hiss eləmişəm, heç keçib gedir, elə ağrı yoxdur.